Ondan sonra keçək 12-ci dərsim. Biz 11-ci dərsimizdə nə keçmişdik? Bir dəqiqə 11-ci dərsin başını tapım. Aha. Rəqəmsal dövrdə mark olmaq barədə keçdik. Rəqəmsal sosial media nə üçün? Ondan sonra necə düzgün təqdim olunmaq, işimizi necə düzgün təqdim etməyə keçdik. Və görünməklə sosial media profiliniz necədir və onlayn rəylər, yəni ki, yorumlar vasitəsilə sizin haqqınızda məlumat toplayırlar. Və onun izahı, ondan sonra insanların beyninə necə şüuraltı olaraq müsbət təsir göstərə bilərsiniz və insanlar sizə necəmizdə danışmışdıq. Ondan sonra sosial media və strategiya nədir? Onların fərqini keçmişdik. Məsəl üçün, hansı sosial mediada daha çox itirəcəksiniz. Yəni, acı da olsa bunu deyil. Mən bəzilərini danışacağım.